Cəlilabad rayon İcra Hakimiyyəti mübarək Ramazan ayı münasibəti ilə iftar süfrəsi təşkil edib. اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم الله أكبر الله أكبر الله أكبر. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, aztəminatlı ailələr, rayon ictimaiyyətinin nümayəndələri və din xadimləri iştirak ediblər. İftar süfrəsində Quran oxunub, azan oxunub, Allah qəbul eləsin.